Niyə güzgüyə baxmaqdan çəkinirsiniz? Niyə dost ola bilməmisiniz güzgünə? Deyirsiniz ki, mən heç vaxt özümü gözəl hesab etməmişəm. Niyə? Mən indi də özümü düzdür, indi mən yaşlanmışam. Səmimi deyirəm, bax, təmiz ürəklə deyirəm ki, mən əlbəttə, əgər mən gözəl olsam oldu, gözəllər hara getsin? Ay Zamirə xanım. Gözəllik nədir? Gözəllik simadadır, daxildədir. Gözəl qadın necə olmalıdır? Mənə bir onun düsturunu deyin də, nə olar? Məsələn, mənim qaynanam deyərdi ki, rəhmətli. Allah rəhmət eləsin. Gözəl budur da. Bu boyda ağız, bu boyda burun. Nə bilim, ağ bəniz olmalıdır gözəl. Bəlkə onun fikri düzdür. Qadınlar deyir, ay balam, bu gəlin elə bir süddür. Mayadır. Mayadır. Ay sağ ol. Mən özümü elə hesab eləməmişəm əlbəttə. Ancaq əlbəttə gözəllik daxildir. Daxili gözəllik. Doğrudur.